Allahın salamı olsun hər kəsə. Bu gün sizinlə qoz şirniyyatı hazırlayacağıq. Bu şirniyyat mənim uşaqlığımın şirniyyatıdır. Bu gün sizinlə bunu hazırlayacağıq. Ən asan şirniyyatlardan biridir. Tam 3 dəqiqə, 2 dəqiqə hazırlaya bilərsiniz. Hazırsınızsa başlayaq. Bizə burada 2 stəkan un, əgər görsəz ki, xəmir əlinizə yapışırsa, 1 stəkan da əlavə edə bilərsiniz. Sonra 250 qram yağı əlavə etdikdən sonra onu yaxşıca yoğurmamız lazımdır. Umaş halına gətirdikdən sonra da qarışım onu hazırlayacağıq. Sadəcə bunu yaxşı yoğururuq ki, topaq qalmasın. Sonra 2 yumurtanın üzərinə 1 armud stəkan şəkər tozu əlavə edirik. Onu da çırpıcı ilə yaxşıca qarışdırdıqdan sonra umacın üzərinə əlavə edirik. Siz istəsəz burada qabartma tozunu yumurtana, şəkər tozu üzərində vura bilərsiniz. İstəsəz umacın üzərində tökə bilərsiniz. O sizdən asılıdır. Yəni burada heç bir şeyin dadı dəyişilməyəcək. Bunları yaxşıca qarışdırdıqdan sonra yaxşı qarışdırmaq lazımdır ki, yumurtadakı topaqlıq xəmirə keçməsin və xəmirdə yumurtanın qoxusu iyisi gəlməsin. Qarışımı da umacın üzərinə əlavə etdikdən sonra yaxşıca yoğururuq. Ələ yapışmayan xəmir olmalıdır. Görsəz ki, ələ çox yapışır. 1-2 xörək qaşığı da duru yağ əlavə edə bilərsiniz. Yaxşıca yoğurduqdan sonra yarım saat dinləndirmək lazımdır. Sonra isə 6 qram olmaq şərti ilə yumurlamaq lazımdır və belə bir qoz tavası alınır və qoz tavasını qızdırıb üzərinə yağ əlavə etmək lazımdır, duru yağı. Sonra isə həmin qoz qoğallarımız, şirniyyatlarımızın xəmiri ora üzərinə əlavə edirik. Təxmini 3-4 dəqiqə bişəcək. Tava qızandan sonra isə 2 dəqiqə daha tez hazır olacaq. Bunu hazırladıqdan sonra qıraqlarından bəzi belə topu qalırsa, onu da bıçaq vasitəsilə ya da əlinizlə qopardıb səliqəyə sala bilərsiniz. Sonra isə pişmiş, qatlaşmış kşonu əlavə edirsiniz. Bunu nəzərdə tuturam. 1 çay qaşığının içərisinə doldurursunuz və hazırdır. Çox asan, uşaqlarınızın da çox bəyənəcəyi bir şirniyyat olacaq. Mağazindən almağımıza ehtiyac yoxdur. Hər bir xanım bacarıqlıdır. Hər bir xanım da bunu evdə edə bilər. Şirniyyatı hazırladığınızsa qoz şirniyyatımı bunu yorumlarda yazarsınız. Mən də yorumlarınızı oxuyub sevinəcəm. Dadını da bəyənsəniz yorumlarda yazın. Sağ olun, Allah'a emanet.